Hamıya salam dostlar. Bugün biz mürəkkəb modallardan danışacağıq. Keçən dərsdə demək biz bəsit modalları qeyd etdik. Mürəkkəb modallar da dedik ki, misalını da burada qeyd etdik. Yer daim hərəkətdədir. Bu bəsit modal hökmü idi. Və yaxud da yer daim ancaq zəruri olmadan hərəkətdədir. Dedik ki, bu da mürəkkəb modal hökm hesab olunur. Ümumiyyətlə, mürəkkəb modal hökmündə bir tərəfində, yəni iki cür modal söz istifadə olunur. Təbii ki, ikinci tərəfdə də modal sözü istifadə olunur. Lakin ikinci tərəfin modal sözü, düzdür, keçəndə biz qısa olaraq dedik, modal sözü istifadə olunanda daimi olmayaraq, zəruri olmayaraq sözlərdən istifadə olunur. Adətən, yəni orada daimilik və yaxud da zərurilik inkar edilir ikinci tərəfdə. Məsələn, yer daim, yəni yer daimi hərəkətdədir, ancaq zəruri olmadan hərəkətdədir. Artıq burada zəruri olmadan inkar formasını, zərurəti və yaxud da indi başqa bir şeylə misalda gələcək, daimliyi inkar edir. Yəni ikinci tərəfə əlavə modal söz gəlir və inkar formasını zəruri olmadan və yaxud da daimi olmadan sözlərdən istifadə olunur. Bu kimi əlavə izahlar təbii ki bunlar. Bunlar əlavə izahlar kimi hesab olunur. Çünki yer daimi hərəkətdədir. Bu kifayət eləyir. Sadəcə olaraq əlavə modal sözdən izah eləyirsən bu sözü yer daimi hərəkətdədir hökmünü, sadə hökmünü. Yer daimi hərəkətdədir. Yer daimi hərəkətdədir, ancaq yerin hərəkətdə olması zəruri olmadandır, yəni zəruri deyil. Burada da necə ki biz bəsit modal hökmləri 8 yerə böldük və danışdıq. Burada da təbii ki mürəkkəb modal hökmlər bir neçə yerə bölünür, 3 növə işarə edəcəyik. Təbii ki 3 hissədən ibarət deyil, yəni müfəssəl bunların bölümləri var. Amma biz burada 3 növünə, əsas növlərinə işarə etmək kifayət bilirik. Çünki tələbələr üçün ümumi məntiq elmi barəsində bilgisi olsa və əsas nələrdən istifadə olunur məntiq elmdə. Məntiq elmin mövzuları, məntiq elmində bəhs olunan şeylər çoxdur. Mövzular deməyək, mövzuların içərisində bəhs olunan şeylər çoxdur. Lakin bəzən görürsən ki, bəziləri məsələn tətbiqi, praktiki deyil, çox da ona ehtiyac duyulmur və yaxud da ehtiyac duyulsa da bu qədər onu məntiq elmi kimi öyrənməyə ehtiyac yoxdur. Zaten insan onun zehnində həll edir, insan zaten onun zehnində təhlil edir, istifadə edir o qaydadan. Bizə əsas lazımı olan şeylərdən, qaydalardan danışsaq və siz tələbələr üçün bunlar düşünürəm ki, kifayət edər. Həmçində digər bir tərəfdən də qeyd edilir ki, çətinləşdirmək, məqsədimiz məntiq elmi çətinləşdirmək yox, asan bir formada sizlər üçün təqdim etməkdir. Əlbəttə indi bilmək nə qədər buna nail olmuşuq, olmamışıq, amma çalışdığımız qədər asanlaşdırırıq. Mürəkkəb modallar bir xüsusi şərtli ola bilir, 2 zəruri olmayan gerçək ola bilir və 3 də xüsusi mümkün ola bilir. Əvvəl gələk xüsusi şərtli. Bunun misalını deyə, misalından təhlil edək. Xüsusi şərtli mürəkkəb modal hökmə misal budur. Deyirik ki, hər bir insan daim yox, daimliyi gətirir bir modal. Ancaq yol gedərkən zəruri olaraq hərəkətdədir. Burada dostlar iki məsələ meydana çıxır. Təbii ki, bu kitabda məsələn yazılıb ki, qeyd edilən modallıqdan əlavə daimi olmayaraq və zəruri olmayaraq əlavə izahlar gəlir və bunlar mürəkkəb modal hökmə çevrilir. Bu bəzən də inkar formasında gəlməyə bilər. Necə ki, bu misalda dedik, hər bir insan daim yox. Birinci tərəf məsələn inkar formasında ola bilər. Daimi yox, ancaq yol gedərkən zəruri olaraq hərəkətdədir. Artıq da zəruri olmadan demir, zəruri olaraq. Yəni yer dəyişilib, bir tərəfi mənfi gələ bilir, ikinci tərəfi məsələn müsbət gələ bilir. Bəzən yer dəyişkəni olur. Yəni şərt bu deyil ki, ikinci tərəf həmişə zəruri olmadan formasına gəlsin. Xeyr, bəzən o zəruri olaraq, daimi olaraq bu kimi şeylə də gələ bilər. Modal sözlərlə də istifadə oluna bilər. Bəli, xüsusi şərtli misala hər bir insan daim yox, ancaq yol gedərkən zəruri olaraq hərəkətdədir. Bu təbii ki, dedik mürəkkəb modal hökmdür. Burada da nədir?
Bu kimi hökmlərdə bəyan edilir ki, predikat subyektin özü üçün daim deyildir. Daimi deyildir. Ancaq subyekt, bu təbii ki verilən misalda müəyyən xüsusiyyətə malik olsa, onda onun daimliyi, yəni hərəkətdə olmağı təbii ki demək daim olacaq. Burada biz nə deyirik? Burada deyirik ki, hər bir insan daim yox, ancaq yol gedərkən zəruri olaraq hərəkətdədir. Daim demək zərurilik burada meydana çıxır. Hərəkətdə olmağın, hərəkət etməyin, yol gedərkən hərəkətdə olmağın təbii ki, bu bağlıdır nəyə? İnsanın xüsusi bir şərt var ki, o xüsusi şərt əsasında insan hərəkətdə olur. O xüsusi şərt də nədir? Təbii ki, yol getmək. Yəni, bağlıdır yol getməyinə. Yol gedərkən insan hərəkətdə olur. Və bu hərəkətin özü təbii zəruridir. Zəruri bir hərəkətdir. Çünki bir insan yol gedirsə, deyəmərik ki, o hərəkətdə deyil. Xeyr, yol gedirsə, hərəkətdədir. Yəni, hərəkət edir ki, yolda gedir. Və insanda bu daimilik ki, insan daim yox da gətiririk. Deyirik ki, insan daimi yox, hərəkət yeriyərkən hərəkətdə olur. Bu daimliyi də gətirməkdən məqsədimiz budur ki, yəni insan daim hərəkətdə olmur. Bəzi insan otura bilər, hərəkətdə olmur. Bəs nə zaman hərəkətdə olur? İnsan yeriyərkən hərəkətdə olur. Burada nədir? Burada predikat subyektin özü üçün bir daimi deyildir. İnsan yeriməsi, insan hərəkətdə olması, hərəkət insan üçün daimi deyil. Bu aydındır. Amma bu misalda subyekt müəyyən xüsusiyyətə malik olsa, onda bu predikatın gerçəkləşməsi zəruri olacaq. Təbii ki, dediyim kimi daimi deyil, amma gerçəkləşsə bu subyektdə, bu xüsusiyyət gerçəkləşsə, onda daim zəruri olaraq hərəkətdə olmalıdır. Dediyimiz kimi, insan daim yox, bir daim deyil, insan daim hərəkətdə olmur, olmaya bilər. Ancaq yol gedərkən, yol getmək vasitəsilə insan zəruri olaraq hərəkətdə olur. İnsanın hərəkətdə olması onun yol getməsinə bağlıdır. Və burada subyekt bir növ belə deyək, hərəkətdə olur, o yol getməklə hərəkətdə olur, amma onun hərəkəti daimi deyil. Bu xüsusi şərtli mürəkkəb modallar idi. Adından da gördüyün kimi xüsusi şərtlər var, o şərt əsasında gerçəkləşir. Onun üçün o hərəkət onun üçün gerçəkləşir. İkincisi budur ki, burada artıq ikincidə zəruri olmayan bir gerçəkdən danışırıq. Məsələn, hər bir insan zəruri olmadan, lakin faktiki olaraq danışır. Hər bir insan zəruri olmadan, lakin faktiki olaraq danışır. Bu, sanki bu bəsit modallara oxşayır, modal hökmlərə oxşayır ki, orada da biz bir gerçəkliyi çatdırdıq, substantiv gerçəklik və atributiv gerçəklikdən danışdıq. Burada bir gerçəkliyi çatdırır sadəcə olaraq. Ümumi bir gerçəklik. Yəni, ümumi bir gerçək var ki, insan danışandır, insan nitq sahibidir. Bu, ümumi bir gerçəklikdir. Lakin insanın danışması zəruri deyil. Yəni, bu mənada zəruri deyil ki, danışmaq onun insanın zatından deyil. İnsan danışmasa da zaten insandır. Adam var, məsələn, anadan gəlmə laldır, danışmır. O demək deyil, insan deyil. Xeyr, insandır. Onun danışması zəruri deyil. Amma bununla belə zəruri olmasa da danışmaq insan üçün bir gerçəklikdir. Bu bir gerçəklikdir, bir həqiqətdir ki, bunu qəbul etmişik biz. Hər bir insan zəruri olmadan, lakin faktiki olaraq danışır. Yəni, zəruri deyil onun danışması, amma faktiki olaraq insan danışır, insan danışandır. Bir gerçəklik var burada. O gerçəklik budur ki, insan danışan bir varlıqdır. Bu cür hökmlərdə predikatın gerçəkliyi subyekt üçün iqrar edilir. Onun subyekt üçün zəruri isə inkar edilir. Yəni, subyekt üçün insan danışandır. Belə deyək, predikatın gerçəkliyi subyekt üçün iqrar edilir. Yəni, insan həqiqətən danışandır, iqrar edilir bu. Lakin bununla belə subyekt üçün zəruri inkar olur. Danışan da mı zəruri deyil danışmağa? Bu da zəruri olmayan mürəkkəb modallardan zəruri olmayan gerçək ikinci qismi idi. Üçüncü qismi isə gəldik xüsusi
mümkün. Xüsusi mümkün nədir? Misalını deyək, təhlil edək. Məsələn, deyirik, hər bir insan zərurətən yox, ancaq mümkündür ki, filosof olsun. Yəni, həm filosof olması, həm də filosof olmaması mümkündür. Burada xüsusi mümkünlük var. Nəinki ümumi mümkünlük? Bir daha qeyd edirəm, istəyirəm ki, bu zehnimizdə qalsın. Ümumi, burada artıq insanın hal-hazırda zəruri deyil. Yəni, zəruri deyil ki, hər bir insan filosof olsun. Bu bir zərurət yoxdur burada. Lakin burada xüsusi bir mümkünlük var. Yəni, insan filosof da ola bilər, filosof olmaya da bilər. Necə ki, o misalda demişdik, xüsusi mümkünlükdə insan mövcuddur misalında. Maddəsi nədir? Yəni, insan var ola da bilər, olmaya da bilər. İnsan var olması zəruri bir şey deyil. Ona görə burada xüsusi mümkünlük deyilir. Ümumi mümkünlük deyil. Ümumi mümkünlük də bu idi ki, orada biz əqli təhlillər aparmırıq, yəni əqli cəhətdən gəlib araşdırmırıq. Ümumi insanların bildiyi mümkünlükdən danışırıq. Məsələn, biz dedik keçən dəfə, biri deyə bilər ki, Allah vardır, biri deyir ki, Allah mümkün olsun. Mümkündür ki, yəni ümumi mümkünlüklə belə Allah var ola bilər. Yəni burada nə? Burada əslində Allahın zəruri olaraq var olmasını inkar etmir. Sadəcə qarşı tərəfi inkar edir. Yəni Allahın qeyri-mümkünlüyünün zəruri olmasını inkar edir ki, xeyr, qeyri-mümkün Allahın var olması, vücudunun qeyri-mümkünlüyü belə bir şey yoxdur. Zəruri deyil ki, olmasın. Ola bilər, olmaya bilər. Yəni əsas burada qarşı tərəfi inkar etmək, nəinki Allahın varlığını gəlib xüsusi mümkünlük kimi mümkün də olar, mümkün olmaya da bilər kimi danışır. Deyilir. Bu fərqi incə bir fərqdir. Bunu ayırt etmək lazımdır. Hər bir insan zərurətən yox, ancaq mümkündür ki, filosof olsun. Təbii ki, bu xüsusi mümkünlükdür, ümumi bir mümkünlük deyil. Ümumi mümkünlük olsa, onda problem çıxacaq. Ortada da istəmirəm, dərinliklə izah elədik. İnsan, yəni, necə ki, insan vardır, insan xüsusi mümkünlüklə, mümkündür ki, insan var olsun və yaxud da olmasın. Bu da belə insan zərurətən yox. Hal-hazırda bütün insan filosof olmalıdır. Xeyr, xüsusi mümkünlüklə ola bilər. Yəni, o bir insan filosof olsun, ümumiyyətlə insanların içərisində filosof olsun, istərsə də olmasın. Olmasa ona heç insanlığa heç bir problem gətirməyəcək. Bu qəbildən olan hökmlərdə predikatın subyekt üçün həm zəruriliyi, həm də qeyri-mümkünlüyü inkar olunur. Nə zəruri də olsun, nə də qeyri-mümkündür ki, o filosof ola bilməz. Xeyr, bu qeyri-mümkün deyil, mümkündür ki, olsun. Bu da üçüncü qism, mürəkkəb modalların üçüncü qismi idi. Gəldik, burada yekunlaşdırdıq. Modallardan, modal hökmlərdən, modal sözlərdən, mürəkkəb modallardan, bəsit modallardan danışdıq. İndi isə gəldik növbəti bir məsələyə. Başqa bir məsələyə gələcəyik. Predikasiyanın növlərinə gələcəyik. Yəni, predikat subyektə nisbət veriləndə, istinad ediləndə hansı formalarından istinad edilə bilər? Neçə növ istinad var? Misal üçün, maşın ağdır, o ağdır, ağ maşına necə predikasiya oluna bilir, necə nisbət verilə bilir? Predikasiya deyəndə, yəni predikat deyəndə, elə bunu qisməndə demişik. İstinad edilmə, yəni subyektə, qrammatik dilinə desək, mübtədəyə nisbət verilməsi və yaxud da istinad edilməsi. Burada predikat subyektə bir neçə formada, iki formada istinad edilə bilər. Bir neçə forma yox, elə iki növ. Bir budur ki, mükəmməl predikasiya ola bilir. Predikat subyektə nisbət verilə bilir. İki də budur ki, naqis. Misal, məsələn, deyirik ki, tutaq ki, bir şəxsdir, hakimdir, hamı onu ədalətli şəxs kimi tanıyır, ədalətli bir şəxsdir, misal olaraq. Məsələn, tarix boyu götürsək, İslam tarixindən götürsək, Həzrət Əli, məsələn, onun barəsində danışsaq, misal üçün deyirik ki, İmam Əli, Həzrət Əli ədalətdir. Diqqət edin, ədalətlidir, yox, ədalətdir. Bir də var, deyirik ki, İmam Əli ədalətlidir və yaxud da İmam Əli ədalət sahibidir. İki cür demək olar. Ya orada li şəkilsini gətirir, ya da ki, o sahib sözünü əlavə edirik. Birinci predikat, predikasiya İmam Əli ədalətdir. Ədalət İmam Əliyə istinad edilir.
bu naqis predikatdır. Çünki məlum məsələdə elə görürük, İmam Əli ədalətdir. Naqis burada bir predikat var. Yəni bir tam məna ortaya bir şey, tam bir mənanı ifadə eləmir. İmam Əli ədalətdir. Ədalət ümumi bir şeydir. Bəlkə İmam Əli ədalətlidir və yaxud İmam Əli ədalət sahibidir. Məlum məsələdir ki, İmam Əli ədalətlidir isə bu kamil predikasiya və yaxud İmam Əli ədalət sahibidir. Bu kamil predikasiya adlanır. Deməli, birincisinə deyirlər naqis predikasiya, ikincisine deyirlər kamil predikasiya. İmam Əli ədalətdir, naqis predikasiyadır. İkincisi isə İmam Əli ədalətlidir və yaxud da ədalət sahibidir. Bu isə kamil bir predikasiyanı ifadə edir. Burada da qeyd olunur. İkinci hökmdəki atributiv, yəni sifət xarakteri daşıyan ədalətli bu kəlmə başqa bir sözə ehtiyac olmadan subyektə istinad edilə bilir. Ədalətli sözün özü. Subyektlə predikat arasındakı eynilik əlaqəsini bəyan edən bu predikasiya mükəmməl predikasiya deyilir. İmam Əli ədalətlidir. Subyektlə deməli predikat arasında eynilik bir əlaqəsini çatdırır. Ədalətli yəni kim? Yəni İmam Əli. İmam Əli yəni kimdir? Ədalətlidir. Belə. Məlum məsələdir ki, əlbəttə ki, biz məntiq elmində mütləq olaraq, ona görə bunu biz qeyd edirik ki, məntiq elmində mütləq olaraq predikatı istinad edəndə, subyektə istinad edəndə kamil bir predikasiya vasitəsilə biz bunu etməliyik ki, nəticə ortaya çıxsın, yoxsa problemlər yaranacaq. Bunu niyə öyrənirik? Buna görə öyrənirik ki, biz hökmləri öyrənərək, hökmləri təhlil eləyək və sonra sillogizm quranda, sillogizm vasitəsilə biz ortaya bir nəticə, əqli nəticə çıxarda bilək. Müəyyən qədər maddələrindən də danışdıq. Təbii maddələrindən də danışmaq lazımdır. Çünki niyə? Çünki modal söz maddə ilə eyni olmalı ki, nəticə doğru çıxsın. Məsələn, biz elə bir şey quracağıq ki, Allah xüsusi mümkünlüklə məsələn, mövcuddur deyəndə bununla məsələn elə bir müqəddimələr quracağıq. Axırda elə bir nəticə gəlib çatacaq ki, bizim üçün bir aydın olacaq ki, demək Allah nədir? Allahın var olması zəruri deyil. Bu nəticəni gəlib ortaya çıxardacaq. Halbuki biz onu düzgün maddə ilə modal o sözü düzgünləşdirməliyik, eyniləşdirməliyik, ona uyğun. Yəni o modal sözü maddənin, sözün o hökmün maddəsi ilə eyni götürməliyik ki, nəticədə düzgün çıxsın. Və yaxud da burada predikasiya İmam Əli ədalətdir, yox, ədalətlidir deməliyik ki, biz bir neçə sözlərlə, bir neçə hökmlərlə, iki dənə hökmlərdən biz gəlib məlum məsələdir ki, əqli nəticə çıxartmaq istəyirik. Əks halda bunlara riayət etməsək, əqli nəticələrdə biz səhvlərə düçar olacaq. Növbəti bir məsələdə zehni və xarici predikasiya. Bu, mükəmməl və naqis predikasiya idi. İndi isə gəldik zehni və xarici predikasiya. Ərəbcə deyərlər, həmlə əvvəli zati və həmlə şai sənai. Nə deməkdir? Predikatı biz gəlib subyektə istinad edirik. İki formada anlamaq olar. Və yadınızdadırsa biz ən başda bir bəhsimiz var idi. Demişdik ki, ümumi məfhumdan danışmışdıq və dedik ki, Allahın şəriki ümumi bir məfhumdur. Digər tərəfdən də gəlib demişdik ki, Allahın şəriki elə bir məfhumdur ki, onun predikati yoxdur. Ümumi məfhumda tərəfində nə dedik? Dedik ki, ümumi məfhum məfhumlardır ki, birdən çoxa aid olması, yəni predikatinin birdən çox olmasına 2, 3, 4 məsələn mümkündür. O ziddiyyət vardır. O ziddiyyəti həll etməliydik və dedik ki, zehni və xarici predikasiyada o barədə danışacaq. Təbii ki, həll etdik orada müəyyən qədər. Mən çalışdım orada müəyyən qədər lap belə lora izah eləyim, lap belə elmi tərəfdən izah etməyim ki, müəyyən qədər bizim üçün asanlaşsın, həll olunsun. Burada gəlib daha geniş izah edəcəyik. Nə demişdik orada? Biz demişdik, məsələn, Allahın şəriki ümumi bir məfhumdur. Bu mənada ki, məcazi olaraq, yəni onun predikatləri çox ola bilər. Kimsə məsələn Allah'a şərik qərar verir, kimsə filan kəsi və yaxud da bütü Allahın şəriki hesab olunur. Bəli, onlar Allahın şərikidir, amma məcazi olaraq, yəni insanların düzəltdiyi şeylərə əsasən, predikatlərə əsasən belə məsələn demişdik. Bu asan bir dildə ibtida olaraq istədim onu sizə çatdırım, amma daha bir dərinliyə getsək, Allahın şəriki qeyri-mümkündür, yoxsa mümkündür?
Allahın şəriki ümumi bir məfhum olaraq götürsək, onda demək olar belə çıxır ki, onun predmetləri çoxdur. Halbuki biz demişik ki, Allahın şəriki elə bir məfhumdur ki, o xarici aləmdə predmetin olması qeyri-mümkündür. Bax, bu bəhsi burada təhlil edəcəyik. Amma birinci gələk dostlar, tələsməyək, zehni və xarici predikasiyanı izah eləyək. Bunun daxilində bu iradı daha geniş cavablandıracaq. Zehni və xarici predikasiya nədir? Zehni predikasiya misal deyirik ki, insan düşünən canlıdır. İndi isə xarici predikasiya misal deyirik ki, insan şairdir. Baxın, insan düşünən canlıdır deyəndə burada əsasən predikasiya zehinə yönəlir. Yəni predikasiya burada zehində baş verir. Yəni biz belə deyək, daha çox zehində bu məsələni həll edirik. İnsan və düşünən canlı demişdik ki, sinonimdir. Məfhum olaraq sinonimdir. Biz düşünən canlıdan nə anlayırıqsa, insandan da onu anlayırıq. Və yaxud da əksinə insandan nə anlayırıqsa, düşünən canlıdan da onu anlayırıq. Eyni məfhumdur. Sinonimdir məfhum cəhət. Söz cəhətindən yox. Məfhum cəhətindən məsələn sinonim deyək. Təbii ki, indi haradasa burada da qeyd olunub. Söz cəhətindən sinonim ola bilər. Amma bu insan bəşər kimi sinonim deyil. Burada müfəssəl və müxtəsər şəkildə istifadə olunur məfhumlar. Əsasən bunlar məfhum cəhətindən sinonim kimi götürülür. Məfhum cəhətindən. Düzdür, insan bəşər də məfhum cəhətindən sinonimdir. İnsandan biz nə anlayırıqsa, bəşərdən də onu anlayırıq. Burada da insandan nə anlayırıqsa, düşünən canlıdan onu anlayırıq. Lakin insan və bəşərdən fərqi budur ki, insan və düşünən canlı biri müxtəsərdir, biri isə müfəssəl. Halbuki insan və bəşərdə belə deyil. İnsan düşünən canlıda düşünmək var, bir də canlılıq var. Burada insanın zati xüsusiyyətlərini, zati ünsürlərini çatdırır insan düşünən canlıda. Amma məfhum cəhətindən eyni şeyi anlayırıq təbii ki. Yəni, insan deyəndə zaten biz bilir ki, insandan məqsəd o varlıqdır ki, o canlıdır və düşünəndir. Və düşünən canlı deyəndə, yəni bizim dediyimiz insan, başa düşdüyümüz insan. Və bu zehində həll olunur. Zehində məfhum olaraq eynidir. Lakin biri də var ki, biz xarici aləmə yönəlirik. Biz eynidir burada da. İnsan düşünən canlıdır kimi eynidir. Amma burada eyniyyət zehində baş vermir. Zehində iki məfhum fərqlidir. Burada eyniyyət ancaq predmetlərə. Predmetlər də xarici aləmdə axı biz demişik. Demişik predmet xarici aləmdədir. İnsanın məfhumu özü xarici aləm deyil. Xarici aləmdə olan insanın predmetləridir. Və yaxud da əksinə düşünən canlı özü zehində olan bir məfhum da anlayışdır. Xarici aləmdə o yoxdur. Xarici aləmdə o məfhumun predmetləridir. Həsən, Hüseyn, Əli, Zəhra hamısı insan və düşünən canlının predmetləri hesab olunur. Burada isə ikincidə, yəni xarici predikasiyada, burada artıq zehində məfhumlar fərqlənir, eyniyyət yönəlir ancaq nəyə? Xarici aləm, yəni predmetlərinə yönəlir. Misal, insan, şair. İnsan və şair tamamilə başqa-başqa anlayışlardır. İnsandan başqa bir şey anlayırıq. İnsandan anladığımız düşünən canlıdır, başqa bir şeydir. Amma şairdən artıq orada şeiriyyət, kimisə şair olması, şeirə aid xüsusiyyətləri, şeirə aid olan şeyləri anlayır. Tamamilə başqa, yəni kimsə şairinə, yəni şeir oxuyur, şeirə aid olan o qaydaları bilir, bunları öyrənib, məsələn, şeir yazır. Bu tamamilə başqa bir şey anlayışdır, başqa bir məfhumdur. İnsan məfhumuna eyni deyil. Necə insan düşünən canlıdır, bunlar eynidir, amma insan şair eyni deyil. Zehində başqa-başqa məfhumlardır. Ancaq predmetləri gələndə predmetlər eynidir. Məsələn, biz əgər tutaq deyək ki, Əhməd şairdir. Əhməd şairdir. Əhməd həmin o insanın məfhumudur, həm insanın predmetidir, üzr istəyirəm. Həmçində Əhməd şairdir, şairin predmeti hesab olunur. Demək, insan, şair bərabərləşir ancaq nədə? Predmetdə. Bəs məfhumda, zehində xeyr. Bərabərləşmir. Nəsimi, məsələn, Dahi Nəsimi şairdir. Dahi Nəsimi şairdir deyəndə o insanda həmçinin şairdir, amma predmetləri, şairlik və insanlıq xarici aləmdə predmeti eyni olur. Amma zehində şairlik başqa bir şeydir, insan başqa bir şeydir. Bu da xarici predikasiya. Ona görə də bəzən biz gəlib
zehni predikasiya edirik, bəzən də gəlib xarici predikasiyadan istifadə edirik. Amma dostlar, insanların gündəlik həyatında, həmçinin elm və sənayədə, sənətdə, elmi şeylərdə biz daha çox hansı predikasiyalardan istifadə edib əqli nəticə çıxardırıq? Məlum məsələdir ki, xarici predikasiyadan. Biz ən çox bununla məşğul oluruq. Çünki elmi məsələdə biz xarici predikasiya, təcrübə elmlər, xarici biz nəsnələrə yönəlib onları məsələn predikasiya edirik, gəlib oradan hökm düzəldirik, əqli nəticə çıxardırıq. Hamısı xaricdə baş verir və yaxud da sənayədə hamısı xaricdə baş verir. Biz xaricdə inşallah gələcəkdə keçəcəyik induktiv və yaxud da deduktiv şeylərlə məsələn indi onlar bir təhlil eləyəcəyik. İstiqra, xarici aləmdən yönəlib məsələn zehnimizdə bir ümumi hökm çıxardırıq. Hökm belə deyək, xarici aləmə yönəlib hökm qurub və hökmün vasitəsilə zehnimizdə hökmün vasitəsilə nə edirik? Əqli nəticə çıxardırıq. Bunlar hamısı xarici aləmdə baş verir. Bu məlum məsələdir. Təbii ki, ola bilər ki, mən biraz abstrakt danışım, yəni mücərrəd sözlərlə danışım. Bu keçməmişikliyə aydın olmaya bilər. Amma gələcəkdə daha çox bu dediklərimiz hamısı yerində oturacaq. İndi isə gəldik əsas iradımıza dostlar. Allahın şəriki ümumi məfhumdur. Bəli, ümumi məfhumdur. Axı ümumi məfhumlardır ki, onların predmetləri çoxdur. Halbuki deyirik ki, Allahın şərik deyilən bir məfhum predmeti yoxdur. Bir neçə cavab verək, sonra gəlib bu mövzuna cavab verəcək. Əvvəla ümumi məfhum bəzi alimlərə istisna eləsək, bəzi alimlərin nəzərinə, məntiq alimlərin nəzərinə görə qeyd edirlər ki, ümumi məfhum o demək deyil ki, xarici aləmdə predmeti olsun. Axı tərifdə deyil ümumi məfhum odur ki, predmeti 1, yox 2, 3, 4, 5 neçə predmeti mümkündür ki, olsun. Yəni, predmeti çox olabilir. Cavab deyirlər ki, o alimlər, biz mümkündən söhbət edirik. Deyir ki, mümkündür ola bilsin. Yəni, əgər predmetinin mümkünləşsə, mümkün olsa, bir yox, neçə predmeti ola bilər. Bir predmetə aid olmur. Yəni, tək bir predmeti olmaya bilər, çox predmeti ola bilər. Söhbət bundan gedir. Biz ümumi məfhumu necə tərif edirik? Deyirik ki, burada da biz qeyd etdik. Tapa bilsəm, bəli, burada da biz qeyd etdik. Ümumi məfhuma biz qeyd edəndə nə demişdik? Demişdik ki, ümumi məfhum o məfhumlardır ki, onların predmeti bir yox, bir neçə predmetə aid olması mümkündür. Yəni, mümkünləşə bilir. Mümkünləşə bilir. Bəli, birdən artıq predmeti əks etdirməsi mümkün olan məfhumlara ümumi məfhum deyir. Demirik ki, hal-hazırda onun predmeti var. Deyir ki, mümkün olan. Yəni, gerçəkləşsə, xarici aləmdə əgər predmeti gerçəkləşsə, əqli cəhətdən araşdırsaq, mümkünləşsə, bəli, o bir dənə yox, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə predmeti ola bilər. İndi Allahın şəriki. Bəli, şim yoxdur. Əql gəlib buna deyir ki, Allahın şəriki ola bilməz. İslam dinində Quran ayəsi deyir, əgər Allahın şəriki olsa, 2 dənə Allah olsa, yer üzündə fəsad olar, yer üzü, yəni problemlər yaranar, demək qeyri-mümkündür, bu muhaldır. Bunu bilirik, başa düşürük qeyri-mümkündür. Mən bunu qəbul edirəm. Mən demirəm ki, hal-hazırda onun predmeti var. Amma mən deyirəm ki, əgər biz dəlilləri qoysaq qırağa, fərz etsək ki, əgər mümkün olsa, Allahın şəriki olsun, onda onun predmeti çox ola bilər. Çünki Allahın şəriki deyirik. Şərik bir dənə deyil ki, şərik neçə dənə ola bilər? Bir nəfərin bir neçə dənə şərik ola bilər. 2, 3, 4, 5 nə qədər şərik ola bilər? 5 nəfər bir üzərində şərikdirlər. Bir mağazada şərikdirlər. Yəni, ola bilər. Şərik, Allahın şəriki deyilən məfhumu bir neçə predmetə əks etdirə bilər. Lakin mümkün deyil, başa düşürük. Biz demirik zaten mümkün. Biz deyirik, mümkün olsa əgər fərz etsək əqli dəlillə mümkün olsa, onda bəli, bu artıq özü ümumi bir məfhum hesab. Ümumi bir məfhum olaraq bir neçə predmeti əks etdirəcək və biz ona görə biz gəlib buna ümumi məfhum deyirik ki, mümkündür ki, bir neçə çox predmetləri əks etdirsin, əgər gerçəkləşsə. Bu cəhətdən biz Allahın şərikinə ümumi bir məfhum deyə bilərik. Bu bir. İkinci məsələ budur ki, biz bir dəfə gedirik zehinə yönəldik, bir dəfə gedirik xarici aləmə yönəlirik. Bir növ buna oxşarlığı var. Məsələn, Allahın şəriki qeyri-mümkündür və yaxud da Allahın şəriki mümkündür.
Allahın şəriki qeyri-mümkündür zehni predikasiyada. Allahın şəriki vardır. Zehni predikasiyada Allahın şəriki vardır. Allahın şəriki ona nisbət istinad edilməsi, varlığın ortaya çıxması zehindir, yox, bu mümkün deyil. Niyə? Əqli dəlillərini mən araşdırıram, əqli nəticə nəgahına çatıram ki, mümkün deyil 2 dənə Allah olsun. Mümkün deyil Allahın şəriki olsun. Problem nə yaraz axı? Paradoks kimi, mümkün deyil axı, zehin deyil, mümkün deyil. Bu kitab həm burada var olsun, həm yox olsun, bu mümkün deyil. Zehnimiz mi araşdırır, deyil, mümkün deyil. Deməli, zehində bu predikasiya düzgün deyil. Amma xarici aləmə yönələndə, xarici predikasiya gələndə, yenə bu birisini oxşayır. Biz zehni predikasiyanı, əqli dəlilləri ki, Allahın şəriki ola bilməz, bunları kənara qoysaq, ona baxmıram mən, bunları kənara qoysaq, xarici aləmdə Allahın şəriki qeyri-mümkün deyil. Mümkündür, mümkünləşə bilər. Axı, necə mümkünləşə bilər? Axı, burada dedik, axı, zehin deyir ki, zehində biz dəlillərlə buna gəlib çatırıq, əqli dəlillərlə bu nəticə çatırıq ki, mümkün deyil. Mən yenə deyirəm, cavab deyir ki, qardaş, bunu qoy qırağa. Biz bilirik, mən də qəbul edirəm ki, zehin ağlım deyir ki, Allahın şəriki qeyri-mümkündür. Amma bunu zehində dəlilirik. Biz onu kənara qoysaq, dəlillərə baxmasaq, xarici aləminə yönəlsək, Allahın şərikinin var olması mümkün olaraq hesab edə bilərik. Deyə bilər ki, bəli, mümkündür xarici aləmdə Allahın, əgər zehində həll olunsa, xarici aləmdə bəli, mümkündür ki, Allahın şəriki olsun. Yenə deyirəm, zehni biz kənara qoyaq, zehindən danışmayaq. Onun üçün bu cəhətdən xarici predikasiyaya gələndə deyirik ki, Allahın şəriki mümkündür, xarici predikasiya ilə mümkündür. Çünki xarici aləm elə bir aləmdir ki, orada ümumiyyətlə hər hansı bir varlığın var olması, hər hansı bir mövcudun meydana gəlməsi, aləm, xarici aləm, obyektiv aləm mümkün bir aləmdir. Yəni, bəzi şeylərin mümkünləşə biləcəyi bir aləmdir. Burada da biz gələndə Allahın şəriki mövcud, Allahın şəriki mümkündür. Bəli, Allahın şəriki xarici aləminə baxsaq mümkündür. Yəni, mümkünləşə bilər. Ancaq zehində baxsaq, zehində gətirsək, bu qeyri-mümkündür. Ümumiyyətlə, biz Allahın şəriki deyəndə, biz onsuz da zaten bu Allahın şəriki sözünü istifadə etməklə bir şey, bu məhfumu qəbul eləmişik də. Yəni, biz Allahın şəriki deyilən məhfumu anlayırıq. Bəli, anlayırıq deyə biz danışırıq da bu barədə. Anlamasaq nə? Məfhum nədir? Məfhum anlayış. Bunu biz anlayırıq. Allahın şəriki deyilən bir şeyi anlayırıq deyə zehnimizdə danışırıq. Yəni, zehnimizdə o məhfumu adicə olaraq, ayrı olaraq yaratmışıq. Düzdür, ola bilməz, həqiqətdə Allahın şəriki deyil, əql deyil, şəriki deyil. Bu heç. Amma məhfum olaraq, anlayış olaraq zehnimizdə var. Və biz zehnimizə gəlib deyirik ki, düzdür, mümkün deyil Allahın varlığı, Allahın şəriki olsun. Amma xarici aləmdə mümkün varlıqla, yəni xarici aləm, obyektiv aləm mümkün bir aləmdir. Orada bəli, Allahın şəriki, o məhfumun gerçəkləşməsi, belə deyək, mümkün olacaq. Nəinki qeyri-mümkün olacaq. Yəni, ola da biləcək, olmaya da biləcək. Zehni kənara qoymaq şəklində. Bu cəhətdən də gəlib Allahın şəriki çevrilir olur ümumi bir məfhuma və xarici aləmdə mümkünləşə bilər. Mümkünləşə bilsə, fərz etsək, mümkünləşə bilsə, predmetlərdə çox ola bilər demək. Demək, onda o cəhətdə də biz buna ümumi bir məfhum olaraq qeyd edirik. Bilmirəm, nə qədər izah eləyə bildim, yoxsa yox. Bunu düzdür, Molla Sədrə daha çox bu şeyi irəli gətirib. Bəzən biz gəlib elə şeyləri istinad edirik. Məsələn, predikatı subyekti istinad edəndə inkar etməyə başlayırıq. Deyirik, bu mümkün deyil. Halbuki, onlara biz izah eləməliyik ki, sən zehni cəhətindən deyirsən mümkün deyil. Xarici aləm tərəfindən mümkündür. Məsələn, biri gəlib, bir kəlamçı mənə gəlib deyə bilər ki, sən küfr edirsən, sən Allahın şərik qoyursan, deyirsən Allahın şəriki mümkün. Deyirəm ki, qardaş, Allahın şəriki mən bilirəm, mümkün deyil. Amma zehnim, əqlim onu deyir. Mən xarici aləmə yönəldirəm. Deyirəm ki, əgər əqli tərəfi qoysaq qırağa, xarici aləmdə mümkünləşə bilər. Mümkünləşə də bilsə, xarici aləm zehnə baxmır ki, xarici aləm əqli dəlillə baxmır ki, mümkünləşə bilsə, fərz etsək, onda bəli, bu ümumi bir məfhuma çevriləcək. Bu da dostlar, zehni və xarici predikasiya idi. Növbəti bizim dərsimiz mürəkkəb hökm və artıq burada biz qurtardıq. Biz bəsit mürəkkəb modallardan danışdıq.
predikasiyanın mükəmməl və naqis predikasiyadan danışdıq. Zehni və xarici predikasiyadan danışdıq, qoyduq kənara. Sonra gələcəyik mürəkkəb və onun növlərinə, mürəkkəb və onun növlərindən danışacağıq. Mən bir məsələni də qeyd etmək istəyirəm. Bu dərsə keçməmişdən qabaq. Əlbəttə ki, bəzi alimlərin məsələn nəzərinə əsasən qeyd edirlər ki, onlar məsələn belə qeyd edirlər ki, ümumi məfhum deyiləndə mütləq olaraq məsələn ona görə bayaq dedim ki, alimlərin nəzərinə əsasən alimlərin fikirlərini ayırd etdim. Bəzi alimlər isə deyirlər ki, o ümumi məfhum o məfhumdur ki, xarici aləmdən predmetləri məsələn olsun, çox ola bilsin. Ümumiyyətlə o məfhum ki, xarici aləmdə onun predmeti yoxdur, biz ona ümumi və xüsusi məfhum deyə bilmərik. O sadəcə bir anlayışdır. Maraqlı bir yanaşmadır açıq desəm. Yəni məfhum var, bəli, məfhumdur. Biz qəbul edirik, anlayışdır, Allahın şəriki ilə bir şeydən anlayırıq. Amma xarici aləmdə ümumiyyətlə predmeti yoxdursa, ona sən nə gəlib ümumi məfhum deyə bilərsən, nə xüsusi bir məfhum deyə bilərsən. O sadəcə bir məfhumdur. Belə deyənlər də var. Hardasa ağla batan ola bilər. Yəni kimsə zövqünə uyğun ola bilər. Bunu da qeyd etdim ki, yəni belə bir fikirlər də var, belə bir yanaşma da var. Mürəkkəb hökm və onun növlərindən danışacaq dostlar. İstəyirəm burada biz mürəkkəb və hökm növlərini qeyd eləyək. Vaxtımız hələ var. Ondan sonra zəruri və təsadüfi hökmlərdən danışacaq. Mürəkkəb hökmdə necə ki qeyd etdik, sadə hökmlər bölünürdü. 4 dənə yerə böldük biz sadə hökmləri. Dedik ki, sadə hökmlər bölünür. Təbii, məsələn burada getdik fərdi, təbii, fərdi, qeyri-müəyyən və müəyyən hökmlər danışdıq. Burada da mürəkkəb hökmlər bölünür. Amma 4 yerə yox, 3 yerə. Eyni ilə bu sadə hökm kimi bölünür, lakin 3 yerə, biri yoxdur. Hansıdır? Fərdi, qeyri-müəyyən və müəyyən hökmlər. Amma burada təbiidən danışılmayacaq. Çünki mürəkkəb hökmlərdə təbii olması bu heç də düzgün bir şey deyil. Təbii nə idi? Biz təbiidə də dedik. Yəni təbii dedik ki, adətən məfhuma, yəni zehnə yönəldir. Məsəl üçün dedik, əli növdür, əli ümumi məfhumdur. Bunları məsələn qeyd etdik. Bunlar hamısı nədir? Təbii hökmdür. Üzr istəyirəm, insan növüdür, canlı ümumi məfhumdur. Üzr istəyirəm, mən çaşdım. Burada yəni subyekt və predikat, yəni burada subyektin subyekt zehində həll olunur. Subyekt zehni bir məfhum olunur. Adətən burada predikat subyektin nisbət veriləndə, yəni subyektin məfhumuna nisbət verilir, predmetinə yox. Amma burada da o bəhs olmayacaq. Çünki burada subyektdən söhbət getmir ki. Çünki mürəkkəb hökmlərdə belə deyək, müqəddəm və talidir, ümumi götürülür, ümumi gedir. Və əlbəttə ki, qeyri-müəyyən olması və müəyyən olması və yaxud da fərdi olması o subyektlə əlaqəli olmayacaq. Bu birisində sadə hökmlərdə subyekt fərdi ola bilirdi, qeyri-müəyyən ola bilirdi, müəyyən ola bilirdi. Amma burada ancaq müqəddəm və talinin fərdi, qeyri-müəyyən və müəyyənliyi ilə danışacağıq. Nəinki məsələn fərdi Məkkə kimi, Kəbə kimi və yaxud qeyri-müəyyən məsələn deyirik ki, insan və yaxud da müəyyən deyirik ki, hər insan. Yox, burada biz onsuz da mürəkkəb hökmdə subyekt predikatı təhlil edirik ki, subyekt bir tərəfin subyekt və predikatın bir götürüş olur müqəddəm, ikincisinin tərəfdə bir götürüş olur tali. Onun üçün burada yazılıb, ancaq burada bölgünün meyarı subyektin ümumi və ya xüsusi olması deyildir. Çünki mürəkkəb hökmdə söhbət subyekt və predikatdan deyil, müqəddəm və talidən gedir. Oradakı əlaqə o həmin bağlılıq deyildir. Oradakı əlaqə yəni dır şəklisi deyildir. Oradakı əlaqə dedik nədir? Alternativlik və ayrılmazlıq əlaqəsi olur. Mürəkkəb hökm arasında ya ayrılmazlıq əlaqəsi olur, yəni implikasiya və yaxud da alternativlik əlaqəsi olur. Gəlib birinci mürəkkəb hökmün fərdi formasına. Və mürəkkəb hökmdə təbii ki, dedik ki, 2 formalıdır, şərti və təqsimi. Mürəkkəb hökmün şərti ola bilir və təqsimi ola bilir. Olan hər biri də gəlib fərdi ola bilir. Birinci gəlirik fərdi şərti mürəkkəb hökmü misal vuraq. Məsələn, şərti nə idi? Əgər bugün qar yağsa, onda evdə olacaq. Əgər bugün qar yağsa, onda evdə olacaq. Təhlil edəcəyik. Bu şərtidir. İndi fərdi təqsimiyə. Bugün ya məktəbdə tədbir olacaq, ya da tətil olacaq. Aha, bəs bunun fərdiyyəti nədədir? Qeyd olunur, mürəkkəb hökmdə aşkar şəkildə
hökmün zamanının ümumi və ya xüsusiliyinə işarə olunmazsa, bu olacaq qeyri-müəyyən hökmlər. Çox üzr istəyirəm, mən saçımı bu üstünə oxudum, çox üzr istəyirəm. Əgər yalnız müəyyən bir zaman və müəyyən bir vəziyyətdə implikasiya və yaxud da alternativliyə hökm olunarsa, bunlar fərdi hökm sayılacaq. İndi şərtini təhlil edirik. Əgər bu gün qar yağsa, onda evdə olacaq. Yalnız müəyyən bir zamandan söhbət gedir burada. Əgər bu gün qar yağsa, müqəddəm, hansı zamandan söhbət gedir? Bu gündən. Müəyyən bir zamandır, bəli. Mən demirəm ki, əgər qar yağsa, mən ümumi danışmıram ki, bu müəyyən bir zamanını qeyd edirəm. Və ya müəyyən bir vəziyyəti qeyd edirəm. Yəni, nəyi? Qar yağmağı, bu vəziyyəti mən qeyd edirəm. Bu şərtidir. Şərtdə dedik ki, implikasiya əlaqəsi var. Deməli, bu olur fərdi. Müqəddəmdə, əgər şərti hökmündə, şərti mürəkkəb hökmündə müqəddəmdə müəyyən bir zamana işarə olunarsa və ya müəyyən bir vəziyyətə işarə olunarsa, bu olacaq fərdi hökm. Fərdi mürəkkəb hökm. O ki, burada deyək, əgər bu gün qar yağsa, qar yağmaq müəyyən bir vəziyyətdən söhbət edirəm. Qar yağmaq vəziyyətinin həmçində müəyyən bir zamandan, yəni bu gün. Həmçinin fərdi təqsimiyyət misalı. Bu gün ya məktəbdə tədbir olacaq, ya da tətil olacaq. Yəni, həmki kimi müəyyən bir zamanı bildirirəm, bəli, söhbət bu gündən gedir. Müəyyən bir vəziyyət var, bəli, tədbir vəziyyəti var və tətil vəziyyəti var. Tədbir vəziyyətinə məsələn söhbət edirəm. Deməli, burada da nədir? Burada da bu fərdi mürəkkəb təqsimi hökmü olacaq. Demək, mürəkkəb hökmlərdə istər şərti, istər təqsimi də fərdi hökm o hökmlər deyirlər ki, o müəyyən bir zamana və müəyyən bir vəziyyətə bağlı olsun. İkinci isə, yəni qeyri-müəyyən nədir? Qeyri-müəyyən necə seçilir? Misal deyək, aydın olsun bizim üçün. Əgər hava günəşli olsa, onda səfərə çıxmaq yaxşıdır. Bu şərtiyə misaldır, indi isə təqsimiyyə. Hökm ya iqraridir, ya da inkaridir. Bu da təqsimiyyə misal. İndi yaxşı, burada qeyri-müəyyənlik nədəndir? Burada qeyri-müəyyən deyəndə nə qəsd olunur? Burada qeyri-müəyyən deyəndə nə qəsd olunur? Əgər mürəkkəb hökmdə aşkar şəkildə hökmün zamanın ümumi və ya xüsusiliyinə işarə olmazsa, yəni bu zamanın xüsusiliyi və ümumiliyi olmazsa qeyri-müəyyəndir. Burada zamanın ümumi olması, yəni zamanın ümumi və ya xüsusiliyinə daha doğrusu işarə olmur. Zamandan danışılır, amma ümumi zamanda və ya xüsusi zamanda bu işarə olunmur. Əgər hava günəşli olsa, onda səfərə çıxmaq yaxşıdır. Söhbət hansı havadan gedir? Hansı günlə söhbət gedir? Hansı zamandan söhbət gedir? Və yaxud da xüsusi bir şey zamandan söhbət gedir? Yaydan söhbət gedir? Yox, ümumiyyətlə. Ümumiyyətlə, yəni necə? Burada nə ümumiliyi qeyd olunur, nə də ki, burada xüsusili qeyd olunur. Daha doğrusu belə, nə ümumiliyi qeyd olunur, nə xüsusili qeyd olunur. Bu olur nə? Əgər ümumiliyi və xüsusiliyi onun zamanının ümumiliyinə və xüsusiliyinə işarə olmazsa, burada nə olacaq? Bu olacaq qeyri-müəyyən hökm. Və yaxud da təqsimdə hökm ya iqraridir, ya da inkardır. Hansı hökm? Hansı zamanda olunan hökm? Xüsusi bir hökmlə söhbət gedir. Hökmün zamanının ümumi və ya xüsusiliyinə işarə olunur burada, yoxsa yox? Yox. Burada hökmün hansı zaman, məsələn, hökm ya iqraridir, ya inkardır, qeyd olunmur. Ona görə də bu da nə adlanır? Qeyri-müəyyən mürəkkəb qeyri-müəyyən mürəkkəb hökmlər. Sonra dostlar, gəldik üçüncü isə müəyyən hökmlər. Burada isə nədir? Burada əgər mürəkkəb hökmdə hökmün zaman, adına da göründüyü kimi hökm zaman müəyyən bir zamanı var da burada. Hökmün zaman və vəziyyətlərinin kəmiyyəti bəyan olunarsa, bu müəyyən hökm adlanacaq. Əlbəttə, bu da öz növbəsində iki yerə bölünür. Ümumi və xüsusi olaraq iki yerə bölünür. Yəni, zaman axı dedik, iki cür olur. Necə ki, biz sadə hökmdə dedik ki, həmin o ümumi və xüsusilik məsələsi var idi ki, deyirik, hər bir insan və yaxud da bəzi insan ki, gətiririk, müəyyən hökm idi bu, müəyyən sadə hökm idi
və orada ümumidən hər sözü ümumi bildirir, ümumi bir şeyi bildirir, amma bəzi artıq xüsusi bir şeyi bildirir, xüsusi bir sayı bildirir. Burada da həmçinin ümumi və xüsusi olaraq zaman və vəziyyətlər ümumi və xüsusi ola bilir. Bu da təbii ki, öz növbəsində şərti və təqsimi olduğuna görə, yəni bir şərti həm ümumi və xüsusi zaman vəziyyəti aid oluna bilir və bir təqsim həm xüsusi və ümumiyə aid oluna bilir. Bu da öz növbəsində eləyir 4 dənə. Ümumi şərtiyə misal. Məsələn, deyir ki, həmişə əgər günəş batsa, gecə başlayar. Bəli, bu şərtidir, bəli. Niyə? Çünki həmişə əgər günəş batsa. İkinci, müəyyən bir zamanı bildirir. Bəli. Həmişə əgər günəş batsa, hansı zaman? Yəni günəş batdığı zaman. 3, ümumidir. Bəli. Ümumi zamandır. Ümumi zamanı bildirir. Daha doğrusu belə də demək olar. Günəş batsa, ya zamanı da demək olar və yaxud da vəziyyəti. Hansı vəziyyətdə? Hansı vəziyyətdə gecə başlayar? Belə də demək olar. Yəni hansı vəziyyətdə? Günəş batan vəziyyətdə. Və ümumidir, bəli, ümumidir, çünki həmişə qeyd olunur. Və yaxud da xüsusi şərti misal, bəzən əgər yağış yağarsa, onda çaylar daşar. Bəzən gətirilir, yağış yağmaq vəziyyəti bildirir, yağış yağmaq vəziyyəti bildirir. Və sonra gəldik təqsimi 2 yerə, ümumi və xüsusiyə böldük. Ümumi təqsimi daim ədəd ya cütdür, ya tək. Burada ümumidir, bəli, çünki ümumi ədəddən söhbət gedir və zaman da nədir? Belə deyək, burada zaman bildirilir, hər zaman, bəli, daim, hər zaman bildirilir. O heç öz yerində ümumi olur və sonra da 4 xüsusi təqsimə gəlir. Xüsusi təqsim isə budur ki, bəzən insan, artıq bəzən xüsusi gətirir. Bəzən insan ya susmalıdır, ya da düz danışmalıdır. Bəzən xüsusidir, bəli, və insan ya susmalıdır, ya da düz danışmalıdır. Əlbəttə, burada da qeyd olunduğu kimi hökmün zaman və vəziyyətlərinin kəmiyyəti bəyan olunur. Hökm burada bütün hamısında zaman və vəziyyət, hansı vəziyyətdə, hansı zamanda bəyan olunurdu, hansı vəziyyətdə gecə başlayır, günəş batan vəziyyətdə və yaxud günəş batan zamanda, hansı zamanda çaylar daşır, yağış yağarsa, hansı zamanda ədəd təkdir, hansı vəziyyətdə ədəd təkdir, cüt olduğu təqdirdə və s. da istəmirəm geniş bir təhlil edeyim. Bu da dostlar, mürəkkəb hökmün fərdi qeyri-müəyyən və müəyyən hökmlərə aid olması idi. Təbii olan hökmlə burada olması qeyri-mümkündür. Çünki onu biz gəlib müqəddəm aid edib, ümumilikdə bir müqəddəmin özünü, təbii olaraq müqəddəmin özünü gətirib biz ancaq məfhum olaraq, zehində məfhum olaraq təhlil edə bilmərik. O subyekt olaraq ola bilər. Məsələn, növ özü subyektdir, misal üçün bir hökmdə və zehində təhlil olur. Və yaxud insan növüdür, zehində təhlil olur. Amma mürəkkəb hökmlərdə artıq bir neçə sözdür. Bütün sözlər zehində ola bilmək üçün. Bu da bura qədər dostlar. Ümid edirəm dərsimiz aydın oldu. İnşallah gələn dərsdə növbəti məsələni keçəcəyik. Zəruri və təsərrüf hökmlər barəsində danışacağıq dostlar. Sağ olun, salamat qalın. Elhamdülillah.